Bizim artıq çəkilərimizdə günahkar olan 5 hormon haqqında danışacağıq. Mən dietoloq, qidalanma mütəxəssisi Hüseyn Ələkbər burada qidalanma və sağlam şəkildə arıqlama haqqında ancaq düzgün məlumatlar paylaşılır. Birinci yerdə qalxana bənzər vəznin hormonlarını göstərmək olar. Qalxana bənzər vəzi orqanizmimizdə metabolik proseslərin sürətinə cavabdeh olan orqanlardan biridir. Və əgər qalxana bənzər vəznin hormonlarının aktivliyi aşağı düşürsə, bu bizdə artıq çəkilərin yaranması üçün bir səbəb ola bilər. Çünki bu zaman orqanizmimizdə gedən maddələrin mübadiləsi sürətli şəkildə yavaşlayacaq. İkinci hormonun adı kortizol hormonudur. Kortizol hormonunun digər adı stres hormonudur. Yəni biz nə qədər əsəbləşiriksə, nə qədər stres altındayıqsa, o qədər bizim bədənimiz rahatlamağa ehtiyac duyur və rahatlığı qidada tapdığı üçün, yeməkdə tapdığı üçün durmadan bizi yeməyə yönəldir. Üçüncü hormon insulin hormonudur. İnsulin hormon qanımızdakı qlükozanı hüceyrələrə daşımaqda cavabdeh olan bir hormondur. Və qanımızda qlükozanın, yəni şəkərin miqdarı nə qədər çox olsa, ona cavab olaraq o qədər də insulin ifraz edilir. Bu isə bir müddət sonra hüceyrələrin insulinə qarşı həssaslığının itməsinə və dirənç yaratmasına gətirib çıxardır. Və insulin dirəncinin ən çox görülən əlamətlərindən ilki də artıq çəkilərdir. Dördüncü hormon somatotropin hormonudur. Somatotropin hormonu biz uşaq olarkən bizim böyüməyimizə, artıq yetkinlik yaşına çatdıqdan sonra isə bədənimizdəki bərpa proseslərinin sürətinə cavab verən bir hormondur. Və bədənimizdə bu hormon nə qədər azdırsa, o qədər də yağ yandırma prosesimiz tormozlanır. Bu hormonun bədənimizdə olan fəaliyyətini normada saxlamaq üçün 8 saatlıq sağlam bir yuxuya ehtiyac var. Beşinci və ən sonuncu progesteron və testosteron hormonlarıdır. Bu hormonların bədəndəki disbalansı nəticəsində biz sürətli şəkildə çəki ala bilərik. Sağlamlıq və sağlam şəkildə arıqlama haqqında olan videolar sizə maraqlıdırsa, bu videonu yadda saxlaya, like eləyə və kanalımı izləyə bilərsiniz.